Bir dildə 5 dənə kəlmə bilir, görsən danışanda o kəlmələri. Nəyə lazımdır? Sən öz dilin yoxdur, öz dilində danış da. Niyə sən kimsə kimi geyinməlisən? Özün kimi geyin. Bəyəm sən kiminsə mədəniyyətinə təqlid eləyəndə elə bilirsən inkişaf eləmiş hesab olunacaqsan. İndi baxırsan, görsən bir dənə kinoya baxır. Orada məsələn bir cür geyim geyinirlər. Gedir o da o paltarı axtarır, tapır o da o cür geyinir. Bir kino ilə sən niyə həyatını tənzimləyirsən? Onun geyindiyi geyimlərlə, saç düzümü orada hansısa bir xoşladığı bir obrazda onun saç düzümü gedib bu da saçını uzunur. Sən niyə başqasının həyatına girib girmirsən? Öz həyatını niyə yaşamırsan? Niyə belə bu qədər əsir olmusan sən? Bir kino nədir ki, sənin bütün həyatını dəyişib? Geyimindən, saç düzümündən, danışığına qədər hamısını dəyişib. Axı sən niyə bu qədər özünü aciz eləmisən ki, səni bir kino ilə idarə eləsinlər? Bu düşüncəni kiməsə verməkdir.